növbəti motivasiya dərsimiz deməli cəsarətli olmaq və həll yolları olacaq. Bütün dəyişikliklər xaricdən daxilə və daxildən xaricə yönəlməklə iki istiqamətdə gerçəkləşdirilir. Cəsarətinizi artırmağa hazırsınızmı? Xaricdən dəyişmə. William James deyir ki, cəsur olmaq üçün cəsurmuş kimi davranmaq, bütün iradəmizi bu məqsədlə istifadə etmək gərəkdir. Cəsarət məqsədi ilə səliqəli geyinə, enerjili görünə, sürətlə hərəkət edə, gülümsəyə, gücün yaxınında yer ala, aydın səslə danışa bilərsiniz. Detalları isə bundan ibarətdir. Enerjili görünüş. Cəsur insan enerjilidir. Başı və çiyinləri dikdir. Duruşu yaraşıqlıdır. Danışarkən əlləri, əksər hallarda beldən yuxarıdadır. Utancaq insan isə daha çox qozbeldir. Başı sağa-sola əyilir. Çiyinləri müvazinətsizdir. Sallanaraq yeriyir. Çiyinlərinizi əyəndə, boynunuzu bükəndə, üzünüzə üzüntülü bir görkəm verəndə özünüzü gücsüz hiss edirsiniz. İndi çiyinlərinizi düzəldin. Dərin bir nəfəs alın. Gözləriniz üfüqlərə baxaraq gülümsəsin. Özünüzü cəsur, daha cəsur və inamlı hiss etmirsinizmi? Bədən hərəkətlərimizlə hormon ifraz etmə sistemimiz bir-biri ilə bağlıdır. Coşqun sifət, coşqu duyğusunun yayılmasına səbəb olur. Cəsurmuş kimi görünmək də cəsarəti artırır. Dərdlərini ayaqlarının altı əvəzinə başında daşıyan insanın başı aşağı əyilir, çiyinləri çökür. Kimsəsiz, kədərli, çarəsiz bir görkəm alır. Başınızı dik tutanda bu cür duyğular yavaşca zehninizdən silinib gedir. Allah huzurunda təbii ki, boyun əyəcəyik, amma uca yaradanın yer üzündəki xəlifəsi olmaq, yerdəkilərə qarşı cəsur davranmağı tələb edir. Digər tərəfdən, geyimimizin də cəsarətimizə təsiri böyükdür. Çünki cırıq geyinən özünü cəsarətsiz görür. Təmiz, rəngləri uyğun kostyumda səliqəli olan bir insan həm aynada özündən cəsarət alır, həm də ətrafı onunla önəmli insan kimi davranaraq cəsarətini gücləndirir. Cəld hərəkət. Məktəbə, işə, ziyarətlərə, ümumiyyətlə nə zaman haraya getsəz və kiminlə nə etsəz, %30 daha sürətli davranın. Samballı, amma itirəcək zamanı olmayan bir lider cəldliyində hərəkət edin. Lider insanların surətinə baxın. Cəsur insan adətən havanı yarırmış kimi irəliləyir. Utancaq insan isə diqqət çəkməkdən qorxaraq gedir. Bədəninizin sürətlənməsi zehninizin sürətini artırır. Sanki qanınız qaynayır, coşursunuz. Cəsur insan cəld yeriyər, cəld hərəkət edər. Qorxu bir qəfəsdir, içində sərbəst davranmaz. Sıçrayaraq yeriyə bilməzsiniz. Uşaqların qorxusuzluğunu hərəkətlərindəki sürətdə əks olunan coşqunluqdan anlaya bilərsiniz. Bədəniniz hər tərəfdən zəncirlənmiş robot kimi yırğalanaraq yerimirsiniz. Elə deyil, sürətinizi %30 artırın. Cəld yeridikcə cəsarətinizin artdığını görəcəksiniz. Danışmaq üçün kürsüyə çıxmaq gərəkdir. Dərin bir nəfəs alın və sürətlə cəld kürsüyə doğru gedin. 20 saniyə içində həyəcanınızın azaldığını görəcəksiniz. Soyuq suda üzməyiniz gərəkdir. Yavaş-yavaş deyil, cəld suya atılın. Çox yavaş getsəz, axırda durarsınız. Hər şeyi 30% sürətli görərək həm vaxt qazanarsınız, həm də güclənərsiniz. Cəld yeri, cəld oxu, cəld ziyarət et, cəld təmizlən, mövzuya cəld giriş. Zərif təbəssüm. İnamlı insanın üzündə hırıldamaqdan uzaq ifadə, baxışında zərif bir təbəssüm var. Televiziya aparıcılarının
İsti qarşılanan baxışlarının altında gizli bir təbəssüm var. Bunu onlara öyrədirlər. Üz əzələrini gərərək, dodaqları yanaqları çəkərək gülümsəmək və ya müntəzəm olaraq tutulmaq, utanmağın və ya narahatlığın ifadəsi ola bilər. Utanan, sevməyən, əsəbləşən insan həmsöhbətlərindən gözlərini yayındırır. Ətrafınızdakılarla həmsöhbət olarkən 2-3 saniyəlik baxışlarla göz təması qurmaq lazımdır. Üzünüzdə yumşaq bir ifadə ilə məmnun olduğunuzu bildirməyi bacarmalısınız. İnsanlar iş yoldaşlarına günaydın deyirlər. Eyni cavabı alırlar. Salam verən və alan bir robotdurmu? Baxmadan bilməzlər. Qəlblər gözlərin arxasında gizlənir. Sadəcə gözlərinə baxa bildiyiniz insanları lazımınca görə bilərsiniz. Bir dostunuzdan necəsiz deyə soruşanda gözlərini görməsəz, onu duymaz və özünüzü də hiss etdirə bilməzsiniz. Əlinizi sıxan bir insan gözlərinizə baxmırsa, sizi ya saymır, ya da sizdən utanır. Bəzi hallarda göz təması çətinləşir. A bəndi. Depressiya varsa, artıq psixoloji gərginlik, inamsızlıq yaradır. B bəndi. Qorxduğunuz insana görünməmək üçün onu görməmək ən yaxşı variantdır. C. Sevmədiyiniz bir insanı görmək canınızı sıxar, gözlərindən yayınmaq istərsiniz. D. Bir insanı dəyərsiz hesab edirsinizsə, onu alçaldarsınız. Gözlərini görməyi mənliyinizə yaraşdırmazsınız. Y. Son olaraq yüksək ehtiram səbəbilə rəhbərinizin, müdürünüzün gözlərinə baxmaqda çətinlik çəkərsiniz. Ünsiyyət qurmadığınız bir insanın gözlərinə baxmağın anlamı fərqlidir. Birisinə baxdığınız anda bir mesaj verməyiniz gözlənilir. Ünsiyyət yoxdursa, göz təması qurulmaz. Aynanızın qarşısında məşq edə bilərsiniz. Özünüzə mərhaba deyin və orada gözlərinizə baxın. Gözlərin içini hiss bilməlisiniz. Beləcə, özünüzün və ünsiyyət qurduğunuz insanların varlığını duymağa başlayacaqsınız. Bundan əlavə, varlığınızı şuurlu şəkildə hiss etdirəcəksiniz. Gülümsəməyinizi hər kəs qəbul edər. Olduğunuz mühitdə qabartmadan, ürəkdən və səmimi gülümsəyən insana etinasızlıq göstərməzsiniz. O, mütləq diqqətinizi çəkər. Yaraşıqlı insanları digərlərindən fərqləndirən ən diqqətə layiq özəllik gözlərindən oxunan gülümsər baxışlarıdır. Gülümsəyərək xoşbəxt olarsınız. Başqalarının da gülümsəməsinə yol açdığınız üçün onları sevindirərsiniz. Gücə yaxın olmaq. İçinizdə sosial qorxular varmı? Utancaqlar güclü kimsələrdən də çəkinirlər. Məsələn, baş nazirə yaxınlaşınca həyəcanlanar, uzaqda durmağa üstünlük verərlər və ya müvazinətsiz davranırlar. Bu qorxunun üzərinə gedin. Lazımdırsa, mərkəzdə, göz önündə olmaqdan çəkinməyin. Mümkünsə qabaqdakı sıralarda oturun, dəvət edildiyiniz kürsüyə çıxın. Qorxduğunuz şeyin üzərinə qəhrəmancasına gedin. Güc mühiti ilə bağlı qorxular itdən qorxmağa bənzəyir. Qaçsaz sizi qorxudar. Üzərinə getsəz sizdən qorxar. Həddi aşmaq, qəddarlıq və hörmətsizlik ehtiva etmirsə, sizi güclü göstərən yerdə olmaqdan çəkinməyin. Bir qələbəliyin önündən keçərkən hər kəsə görünməyiniz normaldır. Görüntünüzdə utanılacaq bir şey yoxdur. İnsan gərəkdirsə göz önündə olmalı, gərəkdirsə qaranlıqların səssizliyinə çəkilib
vicdanını dinləməlidir. Səsin anlaşıqlığı. Utancaq insanlar bəlkə çox qorxdular deyə evlərində sanki yoxmuş kimi yaşadılar. Artıq böyüdülər, aramızda donquldanır və ya qovğa edirmiş kimi danışırlar. Nə dediklərini anlaya bilmirik. Cəsur insanlar tanış olarkən gözlərinizin içinə baxarlar. Daxili təbəssümlə, təmkinli və gür bir səslə adlarını deyərlər. Təsirlənərsiniz. Onlar özlərinə inanırlar. Əhəmiyyətli olduqları hər davranışlarından duyulur. Biz də özümüzü onlara önəm vermək məcburiyyətində hiss edərik. Elədirsə, adınızı aydın söyləyin. Kütlə qarşısına çıxış edirsinizsə, elə deyin ki, 10 metr aralı dayanmış insanlar belə rahat eşidə bilsin. Bağıraraq danışın. Digərlərinin sözünü saymazcasına kəsin demirik. Bu hörmətsizlikdir. Adınızı yanınızdakıların çətinlik çəkmədən eşidə biləcəkləri qədər, gür və asanlıqla anlaya biləcəkləri qədər düzgün söyləyin. Bütün hərf və hecalarınız anlaşılsın. Heç kimin qulaqlarını açıb sizi sidq ürəkdən dinlədiyini sanmayın. 2. Daxilən dəyişmə. Bütün keçmiş illərinizin təcrübəsini içinizdəki şəxsiyyətə daşıdığınızı düşündünüzmü? Keçmiş həyatınız şuurunuzun dərinliklərində gizlənərək bu anınıza istiqamət verir. Cavablarınız, günahlarınız, cəsarətiniz, qorxularınız, eybləriniz, qürurunuz. Hər şeyinizlə bir tamsız, bütövsüz. Keçmişinizi şuurlu şəkildə unutsaz da, o üstünlüklərinizə təsir göstərməkdə davam edəcək. Sizə ardıcıl şəkildə bunu et, bunu etmə deyəcək. Cəsarətimizə mane olan keçmiş eyblər, təhqirlər özünə hörməti çökdürür. Uğursuzluğun dərki və tənqidlər də özünə inamı azaldır. Çox dərin özünə hörmət və özünə inam zəifliyini bərpa etmək yalnız bir psixoloq köməyi və ardıcıl məşqlərlə mümkündür. Özünə hörmət və özünə inamınızı yüksəldəcək metodları öyrənməyə hazırsınızmı? Özünə hörməti yüksəltmək. Sakit bir yerdə tək oturun. Əlinizdə qələm kağız, bütün keçmişinizi gözdən keçirin. Sizi utandıran günah, məzəmmət, alçaldırma kimi gördüyünüz sarsıdıcı xatirələrinizi qısaca qeyd edin. Bunu edərkən yaralarınız görməyəcək. Təbii ki, əməliyyat ağrısız olmaz. Onlar oradadır. Siz güya üzərlərini betonla örtdünüz. Halbuki radioaktiv maddə kimi onlar gizlicə sizi zəhərləməkdə davam edəcəklər. Xilas yolu isə onları yox etməkdir. Bunu necə edəcəksiniz? Günahlarınıza görə tövbə edəcəksiniz. Ürəkdən gələn və israrlı tövbələrinizin qəbul ediləcəyinə əmin olun. O günahların bağışlandığını hiss etdiyiniz anda onlardan ötürü utanmağınız sona çatar. Orada sizi utandıranlar var. Əfv edə biləcəklərinizi Allahın mükafatını düşünərək bağışlamalı, əfv etməyəcəklərinizi də Allahın ədalətinə təslim edərək unutmağa qərar verməlisiniz. İntiqam hissiniz qalmamalıdır. Keçmişdə alacaqlarınız və borclarınız ola bilər. Onları da oxşar şəkildə halallaşaraq həll edə bilərsiniz. Keçmişdəki cəsarət qırıcı təcrübələri NLP tərəfindən inkişaf etdirilən üsullarla da təmizləmək olar. Keçmişin acısını heç bir üsul, əfv etmə, tövbə və halallıq qədər dərindən və təsirli təmizləyə bilməz. Bundan sonraki iş, içinizdə saxladığınız o uşaqları hər şeyin düzəldiyinə inandırmaqdır. Gecənin səssizliyində sakitcə, xəyalən o utanan keçmişdəki uşağın yanına gedərsiniz. Zaman tunelində o uşağı qucaqlayarsınız, onu sevərsiniz. Artıq keçdiyini,
günahı olmadığını və ya qalmadığını ona könüldən söyləyərsiniz. Onu artıq sevilən, dəyərli, önəmli bir ilahi sənət əsəri olduğunu, mələklərin onu sevdiyini, Allahın ona dəyər verdiyini bildirməlisiniz. O, yavaş-yavaş sizə inanar və inandıqca dəyərini yenidən anlayaraq rahatlıq tapar. Özünə inamı yüksəltmək. Fəlsəfi mənada tək inanılacaq varlıq kainatın sahibidir. Bununla birlikdə Allah işlərimizi görmək üçün bizə bacara biləcəyimizə dair bir inam hissi lütf etmişdir. Bu inam keçmişdə yaşadığımız uğursuzluqlar və xüsusilə səhv tənqidlərlə məhv ola bilər. Özünə inamsızlıq qorxularımızı səhv və əsassız şəkildə formalaşdırmaqdır. Qorxularımız təbii ki, olmalıdır. Cahil və ya uşaq cəsarətindən bəla çıxır. Təbii ki, ayağını odda yandıran atəşə əl vurmamağı öyrənməlidir. Təhlükədən qorunmağı öyrənməyin ən səmərəli yolu təhlükəni yaşamaqdır. Ağıllı insan isə bəlanı yaşamaqdan qorunmağı öyrənir. Nəzərdə tutduğumuz özünə inam problemi zehnimizdə səhv, əsassız fərziyyə şəklində formalaşmış qorxularla bağlıdır. Keçmişdə ağacdan yıxılanın gələcəkdə ağaca çıxmaqdan qorxması yanlışdır. Əsassız qorxular üzücü təcrübələrin səhv ümumiləşdirilməsinin nəticəsidir. Bu cür qorxular dərinləşir. Özünüzü razı salmaqda çətinlik çəkirsiniz. Elə bir özünə inam yetişdirməliyik ki, dərin şuurumuz bizə ehtiyac duyduğumuz sözləri təlqin etsin. Sən olduqca gözəl və yaraşıqlısan, kifayət qədər bəyənilir, təqdir edilirsən. Zəkan, zehni və fiziki qabiliyyətin yetərlidir. Ətrafın, əlaqələrin yaxşıdır, güclüdür. Tanıyanlar səni bir dost kimi qəbul edir və güclənərək irəliləyirsən. Bu sözləri sizə söylədəcək, daxili bir yolçuluq keçməlisiniz. Özünə hörmət bölməsində qeyd etdiyimiz kimi çalışın. Tənqidlərin keçmişdə qaldığını, bir qisminin haqsız olduğunu və heç birinə də artıq layiq olmadığınızı təsdiqləyin. Uğursuzluqları da eyni baxışla qoyun keçmişdə qalsın. Keçmişdə ilişib qalan o uşağı bu günə çağırın. İndiki imkan, bacarıq və uğurlarınızı ona göstərərək inandırmağa çalışın. Həyatınızda şükran və məmnuniyyət duymağa layiq nə varsa, ona görə bilmə bacarığı daxil olmaqla hamısını yazın. Onları hər fürsət düşəndə şükürlə xatırlamağa başlayın. Bu, halınızdan məmnunluq hissi cəsarətinizi artırar. Ardınca ətrafınızdakı insanların yaxşı tərəflərini tapmağa və təqdir etməyə çalışın. Onlar da qarşılığını sizə daha çox önəm verərək göstərərlər. Nəzakət, bacardığınız şeylər və həyatdakı qaynaqlarınız diqqət mərkəzində olsun. Dəyişikliyin sürətlə gəldiyini görəcəksiniz. Bu bölmədə məsləhət görülən çalışmalarla hər keçən gün özünüzü daha güclü və cəsarətli hiss edəcəksiniz. Yeni ünsiyyət quracaqsınız. Nəticə almağa hazırsınız. Hər günü yeni inkişafla tamamlayacaq ehtiyata sahibsiniz. Fəqət addım atmadan irəliyə getmək olmaz. Elədirsə, gələn bölmədə çox önəmli bir davranışı daha da inkişaf etdirəcəksiniz. İşinizi təxirə salmadan dərhal edə bilərsinizmi? Hər gününüzün işi öz vaxtında tamamlanırmı? Sözün cövhəri, cəsarət ünsiyyətin, coşqunluğun və qabiliyyətin yolunu açar. Cəsarətsizlik qabiliyyətlərin üzə çıxarılmasına əngəl törədər. Cəsarətdə inam, inamda huzur, huzurda coşqunluq var. Deyinmək qorxunu, demək cəsarəti artırır.
Cəsarətiniz yetərlidirsə, izlərinizi uzaqlara apararsınız. Cəsarətiniz sizi daxili aləminizə qapanmaqdan xilas edər. Səhv etməkdən qorxmayan düzünü etməyi bacarar. Şans fürsəti gəldiyi anda yaxalamaq cəsarətidir. Bacarmağın təşəbbüs göstərməkdən başqa bir yolu yoxdur. Tərəqqinin yolu hər səhvdən dərs almaqdır. Dəyərli tərəflərini düşünən öz dəyərini dəstəkləyər. Ən məkirli cəsarət qırıcı zəncir özünə hörmət yetərsizliyidir. Səylərinizlə, şəxsiyyətinizlə və əldə etdiyiniz nəticələrinizlə yüksələrsiniz. Bacarmaq alqışlanacaq səylər göstərməkdir. Coşqun üz, coşqu hissini ətrafa yayar. İtirəcək zamanı olmayan bir lider kimi cəld hərəkət edin. Gözlərə diqqətlə baxsaz, qəlbləri yaxşı görərsiniz. Bağışlamaq, tövbə və halallaşmaq ən dərindən təmizlənməkdir.